müalicəyə cəhd eləyər. Yəni bunu da deyim. Sonra və çoxlu da insanlar yaxınlaşırlar, uzun müddətli antibiotik terapiya alıb 5 il, nə bilim 3 il. Yəni uzun müddətli bu adamlar fasiləsiz antibiotik qəbul edirlər. Bağırsaqlar pis gündədir. Fasiləsiz antibiotik içirlər, amma ortalıqda heç nə yoxdur. Niyə? Bu adamların prostatına müalicə aparılmayıb. Yəni bu infeksiyalar, prostat bilirsiniz, prostat içərisində qidalı mühit var. Orada prostat sekreti, yəni şirə əmələ gəlir də, yəni toxumu qidalandıran şirə əmələ gəlir prostatın içində. Bax, həmən şirədə də o mikroblar rahat orada parazitlik eləyirlər. O prostatın içərisindəki hüceyrələrdə və şirədə. Ona görə prostata həkim müalicə eləmirsə, ora toxunmursa, belə infeksiyalarda bunun tam qarşısını almaq olmur, tam çıxartmaq olmur. Mütləq prostatdan başlayaraq bu müalicəni aparmaq lazım. Çünki əksər gələn insanlarda infeksiya artıq xronikidir. Yəni infeksiya ay yarımı keçirsə, xəstəlik ay yarımı keçirsə, artıq bu xroniki sayılır. Xroniki, yəni uzun müddətli gedən, bu içəriyə keçən, belə loru dildə desək, dərinə işləyən bir xəstəlik sayılır da bu. Mən özüm termin istifadə eləmirəm ki, insanlar məni başa düşsünlər. Ona görə də o dərinə işləyən xəstəliyin, ətə işləyən xəstəliyi 5 günə bir dənə güclü tabletka ilə sağaltmaq olmur, yəni. Belə şeylər olmur, ancaq reklamda və nağıllarda olur. Ona görə bu işə ciddi yanaşın.